Salam əziz şagirdlər, əziz izləyicilər. Bugün mən köməkçilik hissəsi olan bağlayıcı haqqında sizə məlumat verəcəm. Köməkçilik hissəsi olan bağlayıcı adından göründüyü kimi bağlayıcı bağlayır. Bağlayıcı nələri bağlayır? Deməli, cümlə üzvləri və cümlələri bir-birinə bağlaya bilir. Bağlayıcı bir-birinə bağlaya bilir sözləri, söz birləşmələrini, mətnləri, abzasları, yəni mətnin müəyyən müxtəlif hissələrini bir-birinə bağlaya bilir. Sintaktik vəzifəsinə görə bağlayıcılar iki yerə bölünür. Tabellik bağlayıcıları və tabesizlik bağlayıcıları. Tabellik və tabesizlik bağlayıcıları. Tabesizlik bağlayıcıları iki işləmə məqamı var tabesizlik bağlayıcılarının. Bir, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Tabesiz mürəkkəb cümlələri bir-birinə bağlaya bilir. Məsələn, deyirəm ki, yağış yağdı. Yağış yağdı və torpaq ıslandı. Torpaq ıslandı. Yağdı nə yağış, ıslandı nə torpaq və bağlayıcısı tabesiz mürəkkəb cümlələri bir-birinə bağlamışdır. Bir də deyirik ki, tutaq ki, şagird və müəllimlər, şagird və müəllimlər iclasda idi. İclasda idi ki, şagird və müəllimlər. Burada gördüyümüz kimi həmcins cümlə üzvlərini bir-birinə bağladı. Deməli, tabesizlik bağlayıcıları həm mürəkkəb cümlələr arasında, həm də cümlə üzvləri, sözlər arasında işlənib onları bir-birinə bağlaya bilir. Amma tabellik bağlayıcıların yalnız bir işlənmə məqamı var. Tabellik bağlayıcıları hansı məqamda işlənə bilir? Tabellik bağlayıcıları yalnız və yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında işlənə bilir. Yalnız və yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında işlənə bilir. Tabeli mürəkkəb cümlə. Yəni, biz əgər cümlədə tabesizlik bağlayıcı görürüksə, birbaşa deyə bilmərik ki, bu cümlə mürəkkəb cümlədir. Amma cümlədə tabellik bağlayıcı görsək, birbaşa düşünmədən deyirik ki, bu cümlə mürəkkəb cümlədir. Yəni, tabeli mürəkkəb cümlənin tərkibində işlənibsə, ümumiyyətlə cümlə tərkibində işlənibsə, tabellik bağlayıcıları. Biz bilirik ki, bu cümlə mürəkkəb cümlədir. Daha sonra danışaq bağlayıcıların quruluşca növləri haqqında. Bağlayıcılar quruluşuna görə iki yerə bölünür. Sadə bağlayıcılar və mürəkkəb bağlayıcılar. Sadə bağlayıcılar yalnız bir tərkib hissədən ibarətdir. Məsələn, deyirik ki, lakin, amma, isə, ilə, fəqət və s. Bunlar, yəni bir tərkib hissədən ibarət olan bağlayıcılar sadə bağlayıcılar adlanır. Amma iki və daha çox tərkib hissədən ibarət olan bağlayıcılar isə adlanır mürəkkəb bağlayıcılar. Mürəkkəb bağlayıcılar iki cür yazılır. Bitişik yazılan mürəkkəb bağlayıcılar və ayrı yazılan mürəkkəb bağlayıcılar. Bitişik yazılan mürəkkəb bağlayıcılara nələr daxildir? Deməli, bunların sayı çox azdır. Yaxşı olar ki, bunları yaxşı-yaxşı yadımızda saxlayaq. Halbuki bitişik yazılan mürəkkəb bağlayıcıdır. Halbuki üst tərkib hissədən ibarətdir. Nəinki habelə, hərgah. Bunlar bitişik yazılan mürəkkəb bağlayıcılardır. Ayrı yazılan mürəkkəb bağlayıcılar. Ayrı yazılan mürəkkəb bağlayıcılar. Bunlar tərkibi bağlayıcılardır. Amma bitişik yazılanlar isə əsl mürəkkəb bağlayıcılardır. Onlar əsl bağlayıcılardır. Deməli, belə ki, nə də, həm də və s. bağlayıcılar isə
ayrı yazılan, istərsə də, gah da və s. belə ki, madam ki, hərçənd ki, bağlayıcıları isə ayrı yazılan mürəkkəb bağlayıcılardır. Bağlayıcıların növü haqqında daha ətraflı danışaq. Deməli, biz qeyd etdik ki, bağlayıcılar mənasına görə iki yerə bölünür. Sintaktik vəzifəsinə görə iki yerə bölünür. Tabelik bağlayıcıları, bir də tabeslik bağlayıcıları. Tabeslik bağlayıcılarına və tabelik bağlayıcılarına nələr daxildir və bunlar necə işlənir? Deməli, tabeslik bağlayıcıları hansılardır? Birləşdirmə bağlayıcıları, birləşdirmə bağlayıcıları. Birləşdirmə bağlayıcıları adından da göründüyü kimi birləşdirir. Sözləri, cümlələri, cümlə üzvlərini bir-birinə birləşdirir. İlə və bağlayıcıları birləşdirmə bağlayıcılardır. Və bağlayıcısı bütün məqamlarda çıxış edə bilir. Yəni, həm cümlələri, həm sözləri bir-birinə bağlaya bilir, cümlə üzvlərini bir-birinə bağlaya bilir. İlə bağlayıcısı isə mürəkkəb cümlələr arasında işlənə bilmir. Yəni, cümlələri bir-birinə bağlaya bilmir. Sadəcə olaraq sözləri, cümlə üzvlərini yəni bir-birinə bağlaya bilir. İlə bağlayıcısı bildiyimiz kimi həm qoşma, həm də bağlayıcı kimi çıxış edə bilər. Biz qoşma mövzusunda da bu haqda danışmışdıq. İlə bağlayıcı kimi biz öyrənmişik ki, ilə əgər və ilə əvəzlənərsə, bu zaman bağlayıcıdır. Yox, əgər və ilə əvəzlənməzsə, bu zaman qoşmadır. Amma bu bütün məqamlarda belə olmaya bilər. İlə əgər bağlayıcıdırsa, məsələn, nümunə olaraq yazıram ki, dostumla mən kinoya getdim. Bir də var yazıram ki, dostumla mən kinoya getdik. Deməli, getdim ki, mən. Əgər burada ilə bağlayıcıdırsa, ilə əgər burada bağlayıcıdırsa, bu zaman nə etməlidir? Həmçin sözləri bir-birinə bağlamalıdır. Həmçin sözlərində hər biri xəbərlə uzlaşmalıdır. Deməli, getdim ki, mən. Kim, dostum deyə bilərikmi? Getdim, dostum getdim. Uzlaşma pozulur. Deməli, burada ilə bağlayıcı deyil. Əgər bağlasa iki cümlə üzvünü bir-birinə, iki həmçin söz bir-birinə, bu zaman xəbərlə uzlaşma düzgün olardı. Mən getdim. Sadəcə mən ilə uzlaşdığı üçün burada deməli, mən kim ilə getdim? Dostumla getdim. Gördüyümüz kimi kim ilə tamamlığın sualıdır. Deməli, qoşmalı isim işlənmişdir burada. Əgər qoşma iki cümlə özünü, həmzə mübtədanı bir-birinə bağlayıbsa, bu zaman, yəni iki şəxsin bir-birinə bağlayıbsa, xəbər cəmdə olmalı. Bax, getdik. Dostumla mən birlikdə nəyi təşkil edir? Biz getdik. Yəni, dostumla mən getdik. Burada isə la işlənib bağlayıcı kimi. La bağlayıcı kimi işlənir. Daha sonra danışaq bağlayıcının digər məna növlərindən. Deməli, digər bağlayıcımız inkarlı bağlayıcılardır. İnkarlı bağlayıcılarına daxildir nə də ki bağlayıcıları inkarlı bağlayıcılardır. İnkarlı bağlayıcının işləndiyi cümlələrdə xəbər təsdiqli olmalıdır. Yəni, xəbər inkarlıq şəkilçisini qəbul etmir. Məsələn, deyirik, inkarlı bağlayıcıları nə də ki. Məsələn, deyirəm, o nə oxuyur, nə də yazır. Biz deyə bilmərik ki, o nə oxumur, nə də yazmır. O nə oxuyur, nə də yazır. Yəni, inkarlı bağlayıcı işlənibsə cümlədə, bu zaman xəbər təsdiqdə işlənməlidir. Daha sonra iştirak bağlayıcıları hansılardır? İştirak bağlayıcıları iştirak məzmunu bildirir. Yəni, onların bağladığı cümlələrdə, sözlərdə iştirak məzmunu var. Məsələn, iştirak. Həm də ki, dadə bağlayıcısı, həmçinin, hətta, habelə, o cümlədən,
o sıradan özü də nəinki. Bunlar isə iştirak bağlayıcılardır, nəinki. Məsələn, deyirəm ki, mən özümə həm qələm, həm də dəftər aldım. Yəni aldıqlarım içində o da var, o da iştirak edir. Deməli, bu yarışda hər kəs həmçinin o da qalib ola bilərdi. Yəni qaliblər arasında o da iştirakçıdır. Mən özümə qələm də aldım. Özünə çanta da aldı. Yəni aldıqları içərisində qələm də, çanta da iştirakçıdır, iştirak edir. Daha sonra bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcıları hansılardır? Bölüşdürmə məzmunu yaradır bölüşdürmə bağlayıcıları. Ya da ya da ki, ya da ki, gah da ki, istərsə də, istərsə də və s. Və yaxud və s. bağlayıcılar isə bölüşdürmə bağlayıcılarıdır. Ya da və gah da ilə bağlanan bağlayıcılara daha çox cümlələrə daha çox diqqətimizi yönəldək. Deməli, ya da bağlayıcılarla bağlanan cümlələrdə iki işdən biri mümkündür. Yəni seçim qarşısında qalırıq. Ya məktəbə getməlisən, ya da səni kəndə göndərəcəm. İki işdən biri mümkündür. Amma gah da bağlayıcılarla bağlanan cümlələrdə isə hər iki iş baş verir. Sadəcə olaraq ardıcıl şəkildə bir-birini izləyərək. Əvvəlcə biri, sonra digəri baş verir. Məsələn, deyirəm gah külək əsir, gah da yağış yağırdı. Burada həm külək əsdi, həm yağış yağdı. O gah müəllimə qulaq asır, gah da fikrə gedirdi. Hər ikisini edir. Amma deyirəm, ya mənə qulaq asmalısan, ya da sinfi tərk etməlisən. Burada isə seçim qarşısında qalırıq. Daha sonra və ya, yaxud bağlayıcıları var. Və ya, yaxud bağlayıcısı. Deməli, sən mənə ismi və ya tutaq ki, sifəti danışmalısan. Bağlayıcı yaxud qoşmanı öyrənməlisən. Bölüşdürürəm. Ya onu etməlisən, ya da bunu etməlisən. Sonra bölüşdürmə bağlayıcıları, danışdıq bu haqda. Daha sonra aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma bağlayıcıları hansılardır? Aydınlaşdırır. Aydınlaşdırma məzmununu verir cümlələrə, sözlərə, cümlə üzvlərinə. Yəni ki, məsələn, deməli, yəni ki, məsələn, aydınlaşdırma bağlayıcılardır. Məsələn, deyirəm ki, arzu, yəni sinfin əlaçısı yarışda idi. Yarışda idi. Bu da yəni aydınlaşdırır. Arzunun sinfin əlaçısı olduğunu daha da dəqiq aydınlaşdırır. Deməli, bu nədir? Əlavə. Daha çox əlavədə aid olduğu əlavənin cümlə özünü daha da aydınlaşdırıb, dəqiqləşdirmək məqsədi ilə istifadə olunur aydınlaşdırma bağlayıcıları. Qarşılaşdırma bağlayıcıları qarşılaşdırma məzmununu yaradır. Qarşılaşdırma bağlayıcıları hansılardır? Qarşılaşdırma. Deməli, amma, ancaq, lakin, amma, ancaq, lakin, fəqət, isə, halbuki. Amma, ancaq, lakin, fəqət, isə, halbuki. Bu bağlayıcılar isə qarşılaşdırma bağlayıcılarıdır. Qarşılaşdırma məzmununu verir. Bunlar, amma, ancaq, lakin bağlayıcıları tabesiz mürəkkəb cümlə ilə yanaşı, eyni zamanda tabeli mürəkkəb cümlənin tərəfləri arasında da işlənə bilir. Məsələn, deyirəm ki, hərçənd oxumurdu, ancaq yaxşı nəticə göstərdi. Burada ancaq tabesizlik bağlayıcısıdır, amma hərçənd tabellik bağlayıcısı. Biz tabellik bağlayıcısını görürüksə, bilirik ki, tabellik bağlayıcısının yalnız bir işləmə məqamı var. O da tabeli mürəkkəb cümlələrdə. Deməli, o cümlə tabeli mürəkkəb cümlədir, amma tərkibində tabesizlik bağlayıcısı da iştirak etmişdir. Daha sonra danışaq bağlayıcının digər növü olan tabellik bağlayıcıları haqqında. Deməli, tabellik bağlayıcıları. Tabellik bağlayıcıları qeyd etdik ki, yalnız bir işləmə məqamı var. O da tabeli mürəkkəb cümlənin tərəfləri arasında. Deməli, biz tabellik bağlayıcılarını çox yaxşı əzbərləməliyik ki,
Tabellik bağlayıcıları bölməsində çətinliyimiz olmasın. Biz bu bağlayıcıları görər-görməz birbaşa bilirik ki, bunlar cümlələr, həmin cümlələr tabeli mürəkkəb cümlələrdir. Tabellik bağlayıcılarına nələr daxildir? Şərt bağlayıcıları şərt məzmununu əmələ gətirir. Hansılardır? Şərt. Bax, şərt qoyuram. Əgər, hərgah, daha sonra madam, madam ki, indi ki, bir halda ki, bağlayıcıları şərt bağlayıcılardır. Daha sonra səbəb bağlayıcıları, səbəb. Çünki bir işin səbəbini müəyyənləşdirmək məqsədilə istifadə olunur cümlədə. Çünki, məsələn, şərtdə deyirik, şərt məzmunu yaradır. Deyirəm, əgər dərsini oxusan, sənə qiymət yazaram. Madam ki, gəlmisən, keç otur. Hərgah öyrənməyəcəksən, mən də səni, belə deyək, sənə qiymət yazmayacam və s. Səbəb bağlayıcıları səbəb məzmunu yaradır cümlədə. Məsələn, çünki o dərsə gecikmişdi, çünki yolda tıxac var idi. Bax, işin səbəbini müəyyənləşdirir. Ona görə ki, sonra onun üçün ki, ondan ötürü ki, o səbəbdən ki və s. Məsələn, deyirəm ki, müəllim dərsə gəlməmişdi, o səbəbdən ki, xəstələnmişdi və s. Bunlar da səbəb məzmunu yaradan bağlayıcılardır. Daha sonra güzəşt bağlayıcıları. Güzəşt bağlayıcılarına daxildir hərçənd, hərçənd ki. Bunun sayı azdır və yadda saxlamaq daha asandır. Hərçənd, hərçənd ki, güzəşt bağlayıcısıdır. Hərçənd ki. Güzəşt bağlayıcılardır. Güzəşt məzmunu yaradır. Hərçənd oxumusan, qiymətini düzəldərəm. Hərçənd ki, gəlmisən, səni bağışlayaram. Güzəşt. Aydınlaşdırma bağlayıcıları. Biz aydınlaşdırma bağlayıcılarına həm tabellik, həm də tabelsiz bağlayıcılarına rast gəlirik, amma bunlar fərqlidir. Burada isə aydınlaşdırma bağlayıcıları hansılardır? Aydınlaşdırma. Deməli, ki, belə ki, bağlayıcıları tabeli aydınlaşdırma bağlayıcılardır. Daha sonra biz qeyd etdik ki, tabeli mürəkkəb cümlələri yalnız nə edir? Tabeli mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Yəni, həmçinin sözcükləri və tabeli mürəkkəb cümlənin tərəflərini bağlaya bilmir. İndi isə danışaq bağlayıcılarda vergülün işlənməsindən. Bu məqama da diqqət edirik. Deməli, hansı bağlayıcılarda vergül hansı formada işlənir? Deməli, təkrarlanan nə, nədə, nədə ki, gah, gahda, gahda ki, istər, istərsə, istərsə də, həm də, həm də ki. Yəni, bir növ bu cür təkrarlanan bağlayıcılarda birincidən başqa hər birindən əvvəl vergül qoyulur. Məsələn, deyirəm ki, o həm oxuyur, həm işləyir, həm də anasına kömək edirdi. Həm oxuyur, həm işləyir, həm də. Bax, həm də bağlayıcıları təkrarlanan bağlayıcılardır. Qeyd edirik ki, burada deməli, birincidən başqa, bax, birinci gördüyümüzdən başqa hər bir həm də, gah da, istər, istərsə də, yəni bu tipli təkrarlanan bütün bağlayıcılarda qayda belədir. Birincidən başqa hər birindən, bax, ikinci gələn həm bağlayıcısından əvvəl vergül qoyuruq. Yenə növbəti nə qədər təkrarlanıbsa, hər birindən əvvəl vergül işarəsindən istifadə edəcəyik. Daha sonra cümlə daxilində təkrarlanan, istifadə olunan cümlənin ortasında işlənən, amma, ancaq, lakin, halbuki, fəqət, daha sonra o cümlədən, o sıradan, çünki, ona görə də, ondan ötürü və s. bağlayıcılardan əvvəl vergül qoyulur. Məsələn, deyirəm ki, o gəlmişdi, lakin qapını açan olmadı. Qapını açmadılar. Yazaq. Qapını açmadılar. O gəlmişdi, lakin qapını açmadılar. Lakin bağlayıcısından əvvəl vergül işarəsindən istifadə olunur.
Burada lakin, amma, ancaq nə işlənsə də biz ondan əvvəl vergül işarəsi qoyacağıq. Deməli, uşaq ağlayırdı. Uşaq ağlayırdı. Çünki acıdır. Deməli, burada çünki bağlayıcısı cümlənin ortasında işləndiyi üçün ondan əvvəl vergül işarəsindən istifadə edəcəyik. Cümlədə təkrar olunan dadə bağlayıcıları var. Məsələn, deyirəm ki, o nənəsini də, babasını da atasını da gözləyirdi. Aha, gözləyirdi. Təkrarlanan dadə bağlayıcıları. Birincidən başqa, deməli, daha doğrusu, sonuncudan başqa hər birindən sonra vergül qoyulur. Nənəsini də, babasını da, atasını da, əgər davam etsək, anasını da, qardaşını da, sonuncudan başqa hər bir dadə bağlayıcısından sonra vergül işarəsi qoyulur. Amma də bağlayıcı təkrarlanmırsa, yalnız bir dəfə işlənirsə, bu zaman ondan sonra vergül qoyulmur. Məsələn, deyirəm ki, o kitab da aldı. Burada iştirak məzmunu yaradan da bağlayıcı işlənib və burada bir dəfə işləndiyi üçün bundan sonra vergüldən istifadə olunmayacaq. Daha sonra deməli ki bağlayıcısından ki belə ki bağlayıcılarından sonra ki belə ki bağlayıcılarından sonra vergül işarəsi qoyulur. Məsələn, deyirəm ki, oxuyur ki tələbə olsun. Tələbə olsun. Ki bağlayıcısından sonra vergül qoyulur. Daha sonra əgər, hərgah, madam ki, indiki, bir halda ki, hərçənd bağlayıcılar işlənən cümlələrdə biz bilirik ki, bu tabeli mürəkkəb cümlələr, daha doğrusu tabelik bağlayıcıları tabeli mürəkkəb cümləni bir-birinə bağlayır və bu zaman tabeli mürəkkəb cümlədə baş və budaq cümlə anlayışı var. Bu bağlayıcılar işlənən cümlələrdə vergül budaq cümlədən sonra qoyulur. Yəni, demək ki, bu bağlayıcıların işləndiyi cümlələrdə birinci budaq cümlə işlənir. Əgər gəlsən, səni də apararam. Səni də apararam. Deməli, burada bağlayıcımız əgər bağlayıcıdır, budaq cümlədə işlənmişdir. Əgər gəlsən, səni də apararam. Yəni, həmin bağlayıcının işləndiyi cümlədə, budaq cümlədən sonra vergül işarəsi qoyulur. Və yaxud da deyirəm ki, indi ki gəlmirsən, onda gedirəm. Yəni, ki bağlayıcısını harada görsək ki, birbaşa ondan sonra vergül qoymuruq. Öyrəşmişik kidən sonra vergül qoymağa. Amma ki, belə ki bağlayıcılarından sonra sadəcə vergül işlənir. İndi ki, madam ki, hərçənd ki bağlayıcılarında isə vergül qoyulmur. İndi ki gəlmirsən, deməli bu bağlayıcı işləndiyi budaq cümlənin sonunda. İndi ki gəlmirsən, cümlə bitdi. Yəni bu cümlə vergül işarəsi burada istifadə olunur. Onda gedirəm və s. Daha sonra danışaq bağlayıcıların amonimliyinə. İlə haqqında demək olar ki, daha ətraflı danışdıq. Daha sonra danışaq ki bağlayıcısından. Ki. Bildiyimiz kimi ki həm bağlayıcıdır, həm də ədatdır. Ədatdır. Bildiyimiz kimi bağlayıcı kimi ki tabeli mürəkkəb cümlələrdə işlənir və daha çox baş cümlədə, eyni zamanda budaq cümlədə işlənə bilir. Yəni bir cümlədən digər cümləyə sual verərək bunu da tapa bilərik. Məsələn, deyirəm ki, oxuyur ki
Niyə? Nə üçün? Budaq cümlənin sualını formalaşdırır baş cümlə. Burada ki bağlayıcıdır. Oxuyur ki, yaxşı qiymət alsın. Yaxşı qiymət alsın. Daha sonra, əgər ki cümlənin sonunda işlənərsə, demək olar ki, ədatdır, yəni sual ədatı kimi. Məsələn, deyirik ki, sən uşaqsan ki, cümlənin sonunda işlənibsə, demək olar ki, ədatdır. Amma ki, cümlənin ortasında işləndikdə də bəzən ədat ola bilir. Məsələn, sən uşaqsan ki, ağlayırsan. Cümləni belə davam etsək, burada da deməli, bir cümlə bitmiş olacaq, digər cümlə başlayacaq. Sən uşaqsan ki, ağlayırsan. Burada da ki, ədat kimi çıxış etmiş olacaq. Çünki sadəcə cümlənin təsir gücünü artırıb. Amma deməli, ki, xəbərin yanında işlənirsə, bu olur bağlayıcı. Məsələn, deyirik ki, o uşaq istəyirdi ki, 5 alsın. Diqqət edək, istəyirdi. Deməli, burada xəbərin yanında işlənən ki, bağlayıcı kimi işlənir. Daha sonra, bax, əvvəlki cümləyə diqqət yetirsək, sən uşaqsan. Burada da uşaqsan xəbərdir. Amma hər xəbərin yanında işlənəndə də bəzən biz onu bağlayıcı kimi götürməyə bilərik. Cümlənin məzmununa daha çox diqqət etmək. Sən uşaqsan ki, ağlayırsan. Burada sən uşaqsan, cümlə digər cümlənin sualını tələb etmir. Amma uşaq istəyirdi ki, nəyi? Deməli, burada tabeli mürəkkəb cümlənin tərəfini bağladığı üçün bağlayıcı hesab olunacaq. Daha sonra deməli ki, bir qayda olaraq cümlə daxilində əgər vergül işarəsi buraxılmayıbsa, biz bilirik ki, bağlayıcı kimi işləndikdə ondan sonra vergül qoyulur. Amma ədat kimi işləndikdə isə ki-dən sonra vergül işarəsi qoyulmayacaq cümlə daxilində. Amma bəzən testlərdə məqsədli şəkildə durğu işarələri buraxılır və biz bunu özümüz təyin etməyi bacarmalıyıq. Deməli, bəzən ədat kimi işləndikdə də ki-dən sonra vergül işarəsi qoyula bilir. Təkrarlıcılıq məqsədlə istifadə olunan cümlələrdə bu baş verir. Məsələn, deyirik ki, nə qədər ona danışdım, o mənə qulaq asmır ki, asmır. Qulaq asmır ki, asmır. Burada sadəcə olaraq söz təkrarlandığı üçün ki-dən sonra vergül qoyulur. Nə qədər çalışdımsa, mənə qulaq asmır. Qulaq asmır ki, asmır. Təkrarlanıbsa, işlənibsə, bu məqsədlə istifadə olunan cümlələrdə də ki, ədat kimi işlənmiş olur. Bir də ki-dən sonra əgər modal söz gələrsə də vergüldən istifadə oluna bilər. Bu bizim diqqətimizi çaşdırmasın. Məsələn, deyirəm ki, bu uşaq ki, həqiqətən savadlıdır. Bu uşaq ki, həqiqətən savadlıdır. Burada ki işlənir. Biz bilirik ki, bu uşaq savadlıdır. Ki burada ədatdır. Amma bildiyimiz kimi həqiqətən modal sözdür. Həqiqətən modal sözdür. Modal sözün hər iki tərəfində vergüldən istifadə olunmalıdır. Həmin bu vergül modal sözün vergülü hesab olunacaq. Yəni ki-dən sonra vergülü harda gördük, birbaşa deyə bilmərik ki, bu bağlayıcıdır. Bu məqamlara da diqqət etmək lazımdır. Daha sonra dadə də həm bağlayıcı kimi, həm də ədat kimi çıxış edə bilir. Dadə həm bağlayıcı, həm də ədat kimi çıxış edə bilir. Bunları da fərqləndirmək üçün nələrə diqqət etməliyik? Əgər cümlədə iştirak məzmunu verirsə, bağlayıcıdır. Sözləri bir-birinə bağlayıbsa, deməli bağlayıcıdır. Məsələn, deyirəm ki, sən də bunu bilirsən. Burada, yəni hər kəs bilir, sən də bilirsən. Bilənlər içərisində sən də iştirakçısan. Deməli, burada olacaq bağlayıcı.
Əgər yuxarıdakı, yəni bu məzmunu ifadə etmirsə, bağlayıcı kimi işlənir. Yəni iştirak məzmununu iştirak etmirsə, bildirmirsə, bu olacaq ədad. Demək olar ki, bir qayda olaraq ədad kimi feilin yanında işlənir. Məsələn, deyirəm, dərsə vaxtında gəl də, müəllimə qulaq as da, qulaq as da. Gəlin bu gecə filmə gedək də, gedək də. Yəni nə edib? Daha çox feilin yanında işlənir. Sonra sasə ilə işlənən dadə də ədatdır. Tabiri mürəkkəb cümləni bağlayır. Sasə üstə gəl, dadə oxusa da başa düşmədi, gəlsə də onu görə bilmədi. Burada işlənən dada ədat kimi çıxış etmiş hesab olunur. Daha sonra danışaq ancaq bağlayıcısından. Ancaq bağlayıcısı həm də ədat kimi iştirak edə bilir. Deməli, həm də ədat kimi çıxış edə bilir. Ədat kimi işləndikdə, deməli, ancaq bildiyimiz kimi dedik, həm bağlayıcıdır, həm də ədatdır. Bağlayıcı kimi, amma, lakin bağlayıcıları əvəz oluna bilər. Məsələn, deyirəm, dərsini oxumuşdu, ancaq müəllim ondan soruşmadı. Amma müəllim ondan soruşmadı, lakin müəllim ondan soruşmadı. Və sinonimlərlə əvəzlənə bilər və ondan əvvəl vergül işarəsini qoyulur. Amma ancaq yalnız mənasında işlənirsə, yalnız, bu zaman ədad olacaq. Məsələn, deyirəm ki, mən ancaq sənə inana bilərəm. Ancaq sənə inana bilərəm. Burada yalnız sənə inana bilərəm. Yalnız da əvəzləndiyi üçün nə olacaq? Ədad olacaq. Bağlayıcı haqqında deyəcəklərimiz bu qədər. İnşallah hər birimizə faydalı oldu. Kanalımıza abunə olmağı, fikirlərinizi bizimlə bölüşməyi, dinləmək istədiyiniz mövzular haqqında rəylərdə fikirlərinizi yazmağı unutmayın. Hər kəsə təşəkkür edirəm.